إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد. Allah subhanahu ta'alanın insanlara verdiği en büyük xeyirlərdən də biri İslam qardaşlığıdır. Belə ki, İslam qardaşlığı bizim bildiyimiz dostluq, lakin o dostluqdan da daha çox üstün olduğuna görə ona İslamda qardaşlıq deyilir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mənə əgər xəlillik götürmə icazəsi verilseydi, mən Əbu Bəkiri özümə xəlil götürərdim. Lakin Əbu Bəkir mənim qardaşımdır. Xəlil, Allah Teala İbrahim özünə xəlil götürmüşdü. Həmçinin Muhammed sallallahu aleyhi ve sellem də Allah Teala özünə xəlil götürmüşdü. Buna xullə deyilir. Bu dostluğun elə bir mərtəbəsidir ki, orada o sevgiyə başqa bir sevgi qatıla bilməz. Necə ki, İbrahim Peyğəmbərin qəlbində Allahla arasında olan sevginin arasına İsmailin sevgisi girdi. O zaman dərhal onu Allah Teala İsmaili qurban kəsməklə imtihan elədi. Bu xullədir, xəlillikdir. Lakin, baxın, İslam qardaşlığı ondan da üstündür. Belə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, lakin Əbu Bəkir mənim qardaşımdır. Və beləcə, əziz dostlar, biz də baxmayaraq qardaşlıq mövzusu barədə çox danışmışıq. Lakin bu kiçik müqəddiməni verdim ki, mövzumuz daha asan anlaşılsın. Lakin bu günlər o qardaşlığın içində məxsusi olaraq qardaş olduqdan sonra olan dostluq barədə olacaq. Bütün müsəlmanlar qardaşdır. Allah Quran-ı Kərimdə buyurur ki, İnnəməl mu'minunə ixva. Həqiqətən möminlər qardaşdır. Afrikalı, Amerikalı, Azərbaycanlı, Türkiyəli, ondan sonra İordaniyalı olsun, Saudiyalı olsun, fərqi yoxdur. İnnəməl mu'minunə ixva. Madəm ki, mömindir, bütün möminlər qardaşdır. Allah Resulü sallallahu aleyhi ve sellem bir hədis şərifdə buyurur ki, Əl-muslimu əxul muslim. Müsəlman müsəlmanın qardaşıdır. Lakin hamı ilə dostluq eləmir ki. İnsanın kimlə xəsiyyəti tutur, insanın kimlə zarafatı tutur, insanın kimlə oturub söhbət eləməyi, həm söhbət olmağı tutur, onunla dostluq eləyir. Bu günlər danışacağımız məsələ qardaşlığın içində olan yaxınlıqdan gedir. O yaxınların bir-birinə qarşı münasibəti necə olmalıdır? Meçiddə eyni vaxtda 3 nəfər birdən namaz qılır. Məyər onlar həmçində bir-birinə dostlar? Xeyr. Bəziləri gündə bir-birinə eyni vaxtda olurlar, görüşürlər işdən sonra. Kafelərdə, çayxanalarda və yaxud da bir-birinin evlərində otururlar, həm söhbət olurlar. Bu, hər kəsin bacardığı bir şeydir. Lakin bugün biz danışacağıq, çətinlik vaxtı qardaşlıq eləmək və o qardaşı Allah üçün sevmək. Necə ki, xoş gündə onun yanındasan, dar günündə də onun yanında olmaq barədə. Belə ki, bu xüsusda hikmət sahibi olan birindən soruşurlar ki, sənə qardaşın yaxındır, yoxsa qan qohumun yaxındır? O deyir ki, fəqultu ləhəm, mən onlara belə dedim. İnnə şəkulə əqarib. Deyir ki, əslində qohumluq bir-birinə oxşamaq deməkdir. Sonra 2 bənd şeirlə ona cavab verə buyurur ki, Sadiqi fi huzni və azmi və mədhəbi. Mənim dostum odur ki, mənim kədərli vaxtımda, mənim çətinlik vaxtımda və mənim getdiyim yolda mənimlə olan və in bə'ədətnə fil usuli əl-mənəsibu. Deyir ki, hətta deyir, bizi nəslimizin usulu fərqli olsa belə. Yəni, mənim əsli dostum, qardaşım, mənim çətinlik vaxtı, hüzün vaxtı və gedəcəyim o yolda mənimlə bir olandır. Baxmayaraq ki, bizim nəsəbimiz fərqlidir. Baxın, necə də gözəl sözlər və necə də gözəl misralardır. Yəni, əsas odur ki, insanın bir-birini sevməsi üçün, bir-birinə qarşı fədakar olması üçün onların çətinlik vaxtı bir yerdə olması. Qohumluğu qan bağlayır. İnsan onu kəsb eləməyib. O insana fitri olaraq, cəbəli olaraq verilib ki, insanın qohumlarıdır, dostlarıdır, doğma qardaşıdır, bacısıdır. Başqa bir şeydir. Bu insanda buna fitrətən sevgi və bağlılıq var. Amma bir şey var ki, insan onu kəsb eləyir. Qazanır və qazandırır o sevgini, dostluğu, hamiliyi. O başqa bir şeydir. Ona görə insan əcr qazanır. Və deyil, necə də gözəl bir şeydir ki, insan dostları ilə fəxr eləsin və həyatda onun müsəlman dostları olsun. Və həqiqətən də insan üçün böyük bir nimətdir ki, onun Allahı sevən dostları olsun
və həmçinin də insan onlarda özünə qarşı sevgi tapa bilsin və insan onlar olmayanda darıxsın və onlar da sən olmayanda darıxsınlar və onlar səni soruşsunlar, axtarsınlar, araşdırsınlar. Bu həqiqətən də bir neymətdir. Sonra həmçinin buyurur ki, onların sənə qarşı darıxması, şövqlü olması və sənin üçün Allaha dua etməsi necə də gözəl bir şeydir. Baxmayaraq ki, hər kəsin bir dünya məşğuliyyəti var, lakin insan dostunu heç vaxt unutmaması bu Allahın sənə olan bir lütfüdür, neyməti. Necə ki, Abdullah ibn Abbas radiyallahu anhumə deyir ki, qardaşlarına xitabən, Əntum cələu qalbi, siz mənim qəlbimin fərəhisiniz. Siz dostlarım, mənim qəlbimin fərəhisiniz. Və deyir ki, həqiqətən də necə də gözəl neymətdir ki, insan qardaşlığı fərqli ölkələrdə, fərqli bölgələrdə də görür, hiss edir. Allah subhanahu ta'ala arzu edirəm ki, həm burada olan qardaşlara, həmçinin də bizi izləyən qardaş bacılarımıza Allah ta'ala əgər etməyiblərsə onlara ümrə həcc ziyaratları nəsib eləsin. Və Allah ta'ala onlara ailəsi ilə, evlatları ilə bu ziyarəti etməyi nəsib eləsin, gedib orada bunu görsünlər. Fərqli rənglər, fərqli dillər, fərqli mədəniyyətlər, fərqli geyimlər. Buna baxmayaraq, hər kəs bir-birinin üzünə gülümsüyür, hər kəs bir-birinə nə isə uzadır, hər kəs bir-birinə saflarda namaza dayanarkən yer eləyir və orada ən gözəl özəllik ondadır ki, insan qəriblik hiss eləmir. Niyə görə? Çünki hamısı sən ətrafında qardaşındır. Və həmçinin bunu insan hiss edir, qərib bir ölkəyə gedəndə, orada heç kimi tanımırsan. Orada qohumun yox, dostun yox. Təsəvvür edin, biz məsələn belə deyək də, ibadət eləməmişdən öncə və yaxud da hələ də məsələn ibadət eləməyən bizim dostlarımız varsa, onlar bunu daha çox hiss edirlər. Məsələn, durub gedirsən Moskvaya və yaxud da Rusiyanın digər bir şəhərinə və yaxud da İstanbula və yaxud da Ankaraya. Gedirsən, orada tanış axtarırsan. Tanış axtarırsan ki, səni qarşılasın. O tanış da sənin ya yerlin olmalıdır, ya qohumun olmalıdır, ya dostun olmalıdır. Ən yaxşı halda insana nə edirlər? Pislik eləmirlər. Ən yaxşı halda. Amma ki, görsən qayğısını çəkən, yol göstərən, köməklik eləyən və s. az tapılır. Amma insan İslamda hidayət olandan sonra müsəlman qardaşları ilə görüşür, elə qərib yerdə, qürbətdə rastlaşır və onların sənə kömək olmağı, dəstək olmağı, dar gündə səni atmamaları insana nə qədər böyük fərəh gətirir və həqiqətən də vallahi biz bunu artıq öyrəşmişik, o qədər də hiss eləmirik. Amma biraz kənardan baxanda, biraz keçmişdən baxanda görürük ki, biz nə boyda böyük bir neymətdəyik. Amerikadasan biri gəlir, yaxınlaşır, qardaş, salam aleykum, hardansan, necəsən, neyinirsən, nə çətinliyi, nə kömək eləyə bilərəm və s. Bu başqa yerdə yoxdur. İnsanın yerliləri yerlilərindən qaçır. Bunu bizim Rusiyadakı soydaşlarımız etiraf eləyə bilərlər, deyə bilərlər. Yerli yeridən qaçır, hələ mən evinin yerini deyib, evini soydurmaqdan, öldürtülməkdən danışmıram. Amma İslam dini gör necə gözəl birinidir, necə insanı bir-birinə qardaş eləyir. Çünki bu qardaşlıq təqvaya dayanır. Bu qardaşlıq imana dayanır. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnəməl mu'minunə ixva. Həqiqətən də möminlər qardaşlar. Yəni qardaşı eləyən mömindir. Birinci möminlikdir. Möminlər qardaşdır, mömin olmayanlar yox. Mömin olmayanlar nəyəsə görə, nəyəsə bağlılıqlar olur. Sonra burada şeir var. Şeiri tərcümə eləyəndə o şeirin şirinliyi itir. Ona görə oxuyub tərcümə eləmirəm sizə. Başqa faydaları oxuyub tərcümə eləyəcəm. Abdullah İbni Əbcar öz atasından 50 dirhəm pula varis olur. 50 dirhəm bilə pula varis olur. Və həmin o pulu göndərir qardaşlarına. Göndərir qardaşlarına ki, onlara bundan hədiyyə olsun. Və sonra qardaşlarına göndərərkən ola belə bir şey deyir ki, onlara ki, qoy onlar bundan təəccüblənməsinlər. Deyir ki, madəm ki, mən sizin üçün cənnəti istəyirəmsə, yəni əbədi mülkü, əbədi ləzzəti, əbədi həzzi, əbədi xoşbəxtçiliyi. Madəm ki, mən sizin üçün rahatçılıqla cənnəti istəyirəm ki, Allahım qardaşlarıma cənnəti nəsib et, onlara deyir, dünya malı vermək niyə çətin olsun ki? Baxın, iman qardaşlığı budur. İman qardaşlığı maddiyyətə dayanmır. İman qardaşlığı əksinə dünyavi şeylərdə qardaşın özündən daha önə çəkir. Ona görə Allah Teala mühacirlər və ansarlar barədə Quran-ı Kərimdə ayət nazil edəndə onların bir-birinə qarşı olan münasibətini bizə
ibrət olaraq eşitdirəndə Allah Teala buyurur ki, ənsarlar vardır. Onlar qardaşlarına verilən hər hansı bir mükafatlara görə qəlblərində bir darlıq hiss etməzlər. Əksinə, onları özlərindən daha önə çəkərlər. Ki, onlar bizdən daha haqlıdır. Çünki onlar yurtlarından, yuvasından hicrət edirlər. Lakin indi elə qardaşlıq tapmaq heç də asan deyildir ki, insan sadiq qardaşları, onun sadiq dostları olsun. Lakin həqiqi dost, həqiqi qardaş odur ki, sənin ehtiyacının dalınca geçsin. Sanki öz ehtiyacıdır. Və səni özündən önə çəksin ehtiyaclar zamanı. Və özü üçün istədiyi xeyirləri sənin üçün istəsin. Özün üçün istəmədiyi şərləri sənin üçün də istəməsin. Və ehtiyac vaxtı səni tək buraxmasın. Çətinlik vaxtı səni tək qoymasın. Və budur həqiqi qardaşlığın sadiqliyi. O qardaş ki, ancaq xeyir vaxtı səninlə bir yerdə olur, çətinlik vaxtı səninlə, o qardaşlıqda heç bir xeyri yoxdur. O gün bizim qardaşlardan biri danışır, deyir ki, atam vəzifədə işləyirdi. Hər gün dostları ilə yeyib içmək idi. Soruşur ki, elə bir gün olmayıb ki, atam dostları ilə yeyib içməkdə olmasın. Deyir, atam bugün işdən çıxartdılar, səhərsi gün atam evdə oturdu, çölə çıxmadı. Və heç kim onun dalıcı gəlmədi. Baxın, dünya üzərində qurulan qardaşlığı budur. Gündə bir-birinin sağlığını içirdilər. Çünki içki məclisində, haram üzərində, dünya üzərində qurulmuş qardaşlıq idi. Lakin deyir ki, bugün atam işdən çıxdı, onun dalıcı heç kim gəlmədi. Yoxsa qardaş barədə pis sənn eləsin, onun günaha düşməyinə sevinsin, xataya düşməyinə sevinsin, çaşmağına sevinsin, büdürəyəndə bir dənə də badalaq o vurub, daha da onu yerlə bir eləsin. O qardaşlıqdır. O yalandan üzə gülən xainlərdir. Nedir ki, şair deyir ki, وَإِنِّي لَمُحْتَاجٌ إِلَى ظِلِّ صَاحِبٍ وَيَرُوقُ وَيَسْفُ إِنْ كَدَرْتُ عَلَيْهِ. Deyir ki, həqiqətən də mən dostun kölgəsinə möhtacam. O dost ki, qəlbi mənə qarşı təmizdir, o zaman ki, mən ona qarşı bir pislik eləsəm, onun qəlbi yenə də mənə qarşı təmiz olmağa davam edir. Yəni, insan da çaşa bilər, səhv eləyər, lakin həqiqi dost qəlbində olan sevgisi dəyişilmir. Ömər radiyallahu anhu deyir ki, qardaşın barədə həmişə yaxşı zəndə ol. Hətta onun barədə sənə pis bir şey çatsa belə və çalış ki, onun üçün üzr axtarıb tapasan. Üzr axtarıb tapasan ki, o bunu hansısa üzr səbəbindən edib. Və yaxud da onun etdiyi əməli, dediyi sözü xeyir bir tərəfə yozmağı bacarasan. Və deyir ki, həmçinin əsl dost ol ki, dostuna qarşı sadiq olsun. Və onunla bərabər olsun. Və onlar bir-birinə qarşı rahatçılıqda zinət olsunlar. Və ölkələrdə, yerlərdə bir-birinə qarşı dayaq olsunlar. Və deyir ki, yalnız və yalnız özünüzə əmin dostlar tapın. Əmin dost da yalnız və yalnız Allahdan qorxan olar. Yalnız Allahdan qorxan insan sənə əmin dostlar. Niyə görə? Çünki sən olmasan da Allahdan qorxacaq. Bizdə misal var ya, Allah başının üstündə görəcək. Həqiqi dost odur ki, həqiqi qardaş odur ki, səni Allah üçün sevsin. Və Allah üçün səninlə bir yerdə olsun. Səndən hər hansı bir naqislik görərsə, onu bilərsə, onun üstünü örtər və onu yaymaz və o barədə sənə xoş zənn etməyə çalışar. Çünki müsəlman müsəlmanın güzgüsüdür. Müsəlman müsəlmanın güzgüsüdür mənası odur ki, Əl-Amir radiyallahu anhu deyir ki, qardaşının güzgüsü ol və ona ən gözəl şeyləri göstərməyə çalış. Yəni, qardaşının güzgüsü ol o mənada ki, ondan nə görürsənsə, ona gözəl şəkildə əks elətdir. Ona yaxşılıqların dinən, yaxşı əməllərin, yaxşı sözlərin dinən və ona həmişə təşəkkür elə və onun
ona qarşı təkəbbürlük etməkdən özünü qoru və pis əməllərin onun üzünə vurma. Pis əməllərinin üstün açma. Ona gözəl şəkildə nəsihət etməyi bacar və onu rüsvay etmə. Çünki sən qardaşının güzgüsüsən. Çünki o özün səndə görür. Sən onun üçün güzgüsən, o da sənin üçün güzgüdür. Və bir-birinizə ən gözəl şeyləri göstərin. Hətta ondan xoşuna gəlməyən hər hansı bir şeyi görərsənsə. Əgər onun eyiblərini gözəl bir şəkildə düzəltməyi bacarırsansa, onu düzəltginə. İbn-i Səmməqə deyilir ki, hansı qardaşlar davamiyyətli olmağa layiqdirlər və yaxud da davamiyyətli olaraq qalırlar. Deyir ki, əl-vafiru dinihi, dinində möhkəm olanlar, ağlında möhkəm olanlar, yaxın olmağı bacaranlar. Yəni, yaxın olmağı bacaranlar qohumluq bağları ilə deyil, Allah sevgisi ilə, Allah üçün olan sevgi ilə. Və o səni uzaqda olanda da unutmayanlar. Yəni ki, təkcə yaxınlıqla sənə qohum olmayanlar. Hətta səndən uzaqda olmasa belə səni unutmur. Sən ona yaxınlaşdığın zaman o da sənə yaxınlaşır. Sən ondan uzaq olduğun zaman o səni qoruyur. Kömək istədiyin zaman sənin bir əzan olur. Yəni əlin olur, ayağın olur, yeriyən ayağın olur, tutan əlin olur. Və əgər sən ona hər hansı bir şeydə ehtiyacın duyarsa, o sənin ehtiyacını qarşılayar. Və onun sənə qarşı olan əməlləri sözlərindən daha gözəl olar. Burada yenə də müəllif şeir, qəsidə gətirir qardaşlıq barədə. Onları yenə deyirəm, oxuyanda o şeirdəki o poeziya itir, ona görə onu daha gözəl şəkildə çatdırmaq olmur. Hansı ki, elə bayaqdan da o mənada danışırıq, əgər mənaca tərcüməyə qalarsansa. Mən Yüce Allahdan istəyirəm ki, Allah Teala bizləri onun üçün sevən və onun üçün ayrılan müsəlmanlardan eləsin. Allah Teala bizim qəlblərimizə birimizdə digərinə qarşı kinə, küdurata, həsədə yer qoymasın. Allah Teala bizi o qardaşları eləsin ki, onun çətinliyinə öz çətinliyimiz kimi baxaq və onun sevincinə öz sevincimiz kimi baxaq. Qəlbimizdə bir-birinə qarşı heç vaxt kin, həsəd, paxıllıq olmasın. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Allahım, o dostdan sənə sığınıram ki, və biz də həmin dostdan Allaha sığınırıq ki, səndən bir yaxşılıq görəndə onun üstünü örtər, bir o tülkü kimi güdər, səni güdər. O güdən dostdan Allaha sığınırıq ki, səndən pis bir şey görəndə onu yayar, səndən yaxşı bir şey görəndə isə onun üstünü bastırır. Yəni, yaxşılığını örtər, pisliyini danışar. Amma həqiqi dost odur ki, yaxşılığını danışsın, naqisliyini, eybliyinin üstünü örtsün. Biz də Allahdan Peyğəmbər sallallahu aleyhi ve sellem'in bu istədiyini istəyirik. Allah Teala bizləri eşidib, faydalanan və dinləyib ən doğrusuna tabi olanlardan etsin. Və ən doğrusunu Allah bilir. Və əxiru dəvana enelhamdülillahi rabbil alemin. Və salatu və selamu alə əşrefil ənbiyai vəl murselin.